Azərbaycan sayağı ciabatta çörəyi hazırlayaq. Uşaqlıqda sevmədiyim hər nə varsa bugün yenidən hazırlayıb onlara şans verirəm. Bir neçə gün öncə bilirsiniz ki, quyruq yağı hazırladım. Ondan geriyə qalan cızbızdan isə dedim çörək hazırlayım. Adi çörək yerinə dedim ciabatta hazırlayım, qoy italyanların gözü yaşlı qalsın. Ələ yapışan yumşaq xəmir hazırladıktan sonra cızbızdan bura əlavə edib acıması üçün 30 dəqiqəlik gözlədirəm. Bu prosesi 3 dəfə təkrar etdikdən sonra bir gecəlik soyuducuda saxlayıram. İtalyanlar belə idi. Siz etməyə də bilərsiniz. 3 təkrarın axırında bişirmə prosesinə başlaya bilərsiniz. Mən isə ilk dəfə olduğuna görə bütün qaydalara əməl edib sınamaq istədim. Soyuducudan çıxardığım xəmiri otaq temperaturuna gəlinədək gözlədirəm. Sonra isə dəzgaha un səpirəm. Xəmiri tərs çevirirəm, özü rahatlıqla düşür. Bu məqamda deyəsəm mən unu biraz çox elədim, siz eləməyin. Bez üzərinə yığdığım xəmirləri də biraz gözlədirəm. Artıq bişməyə hazırdır. Sobaya yollayıram. İçərisinə isə su dolu qabı qoymağı unutmayın. Sobanın içərisinə suyu ona görə qoyurlar ki, çörəklərin qabığı çox sərt olmasın. Və salam, mənim cızbızlı ciabatalarım da hazırdır. Mütləq siz də hazırlamalısınız. İstər cızbızlı, istərsə də cızbızsız. Mən yeyib cana gəldim, indi isə sıra sizdədir.